Səhər tezdən yolu əlimizə alıb, gözəl təbiəti və tarixi ilə məşhur olan Celje şəhərinə yollanmağa qərar aldıq. Qarşıda bizi maraqlı anlar, gözəl təəssüratlar və kəşflər gözləyirdi. Nəhayət Celjeyə çatdıq. Bu sakit və tarixi şəhər Sloveniyanın 3-cü ən böyük şəhəridir. Celje əsrlərlə yaşı olan qalası, dar küçəsi və sakit atmosferi ilə insanı özünə heyran edir. Şəhəri gəzməyə başlamazdan əvvəl bir türk restoranında səhər yeməyi yedik. Yeməkdən sonra Celjeni kəşf etməyə başladıq. Küçələrdən keçərək şəhər meydanına doğru irəlilədik. Hər addımda bizi tarixi binalar və sakit atmosfer qarşılayırdı. Şəhəri gəzərkən ən çox diqqətimizi çəkən binaların köhnə memarlığı oldu. Fərqli rəngdə boyanmış binalar, taxta pəncərələr və naxışlı fasadlar sanki bizi başqa bir dövrə aparırdı. Bu da şəhərin zəngin tarixindən xəbər verirdi. Daha sonra Celje Dom'un qarşısına gəldik. Bu bina 1906-cı ildə tikilib. Celje Dom uzun illər boyu müxtəlif məqsədlərlə istifadə olunub. Bugün isə o mədəni tədbirlər, sərgilər və ictimai görüşlər üçün istifadə olunur. Celjenin küçələri həm təmiz, həm də çox səliqəli idi. Bundan başqa küçələr çox səssiz idi və insan gəzən zaman heç yorulmurdu. Gəzintimiz zamanı yolumuz Teknoparkdan da keçdi. Bu müasir və yenilikçi məkanda həm texnologiya həvəskarları, həm də ailələr üçün maraqlı güşələr var. Parkın içi maraqlı, rəngarəng və interaktiv qurğularla dolu idi. Həmçinin maraqlı dizaynlı, texnoloji eksponatlar parkı daha da maraqlı edirdi. Köhnə memarlıqla müasir həyatın iç-içə oldu. Bu yer hər kəs üçün kəşf edilməyə dəyər. Məncə bura yolu düşən hər kəs bu şəhəri bir dəfə də olsun gəzməlidir. Gəzmək, yeni yerlər görmək, səyahət etmək həmişə yeni təəssüratlar və xatirələr qazandırır. Videonu izlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olub bəyənməyi unutmayın. Gələn videolarda görüşənədək. Hələlik.